Laçın rayon icra hakimiyyətinin Ağcabədi rayonunun Taxtakörpü ərazisində oba daxili avtomobil yollarının cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurulub. Bir xəbər media aktual infonetə isnadən xəbər verir ki, 496.027 manat dəyərində olan satın alma müsabiqəsinin qalibi Skyline Holding məhdud məsuliyyətli cəmiyyəti seçilib. Lakin aparılan media araşdırmaları qalib şirkətin arxasında böyük bir tender qalmaqalının gizləndiyini üzə çıxarıb. Açıq mənbələrdə Skyline Holding MMC barəsində heç bir fəaliyyət tarixi və ya məlumat tapılmasa da, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərinin dövlət reyestr məlumatları həqiqəti ortaya çıxarıb. Məlum olub ki, bu şirkətə məxsus 1600826601 nömrəli VÖN uzun illərdir ki, dövlət satın almalarında 100 minlərlə manatlıq layihələr qazanan Şabrand MMC məxsusdur. 2007-ci ildə qeydiyyatdan keçən nizamnamə kapitalı 20 manat olan və Bədalov Vidalət Bayramoğlu tərəfindən təsis edilən Şabrand MMC bu yaxınlarda adını dəyişərək Skyline Holding edib. Qanunun təmsilçisi isə İsmailova Rabiyə Razim qızı olaraq rəsmiləşdirilib. Şirkətin ad dəyişdirməsinin pərdəarxası səbəbi isə rəsmi qərarlarla bağlıdır. Belə ki, Şabrand MMC 1 noyabr 2024-cü ildə Andinsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə qara siyahıya salınıb. Dövlət satın almalarından kənarlaşdırılan şirkət qərardan yayınmaq üçün adını dəyişərək rebrending edib və yenidən büdcə vəsaitini mənimsəməyə nail olub. İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Skyline Holding adına heç bir icazə mövcud deyil. Köhnə adla Şabrand MMC olaraq sistemdə yalnız bina və qurğuların tikinti quraşdırma işləri üzrə lisenziya tapılır. Şirkət avtomobil yollarının təmiri üzrə heç bir rəsmi lisenziyası və ixtisas göstəricisi olmadığı halda Laçın rayon icra hakimiyyəti tərəfindən yarım milyonluq yol layihəsinə layiq görülməsi satın almanın şəffaflığını ciddi şübhə altına qoyur. Sözgedən şirkətin keçmiş qanuni təmsilçisi Bədalovun adı əvvəllər tender qalmaqallarında hallanıb. Belə ki, o 2020-ci ildə Şabran İcra Hakimiyyəti başçısının keçmiş müavininin ondan layihələr müqabilində 227 min manat rüşvət aldığını iddia edərək ölkə rəhbərliyinə müraciət etmişdi. Bundan əlavə Bədalovlar ailəsinin fərqli adlar altında Victor Construction Group MMC BC İnşaat MMC tenderləri ailə biznesinə çevrildiyi də mətbuatda işıqlandırılıb. Başçısı Agil Nəzərli olan Laçın rayon icra hakimiyyətinin hansı meyarlara əsasən qara siyahı keçmişi olan və müvafiq yol lisenziyası tapılmayan bir şirkəti qalib elan etməsi barədə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.